çox bəlalarla rastlaşdım. Amma mən ayaqdan düşmədim, daha da güclü oldum. Dərdlərimdən dərs aldım, öyrəndim. Cəmaatın namərdliyini gördüm, qırıldım onlardan, qopdum onlardan. Sonra öz-özümə dedim, axı niyə gözləntim var idi ki? Əvvəldən bilərdim. Niyə gözləntim var idi? Sonra zərbələr çoxaldı, öz-özümə fikirləşdim ki, Allah niyə məni bu qədər yandırır? Niyə məni bu qədər vurur? Məyər mənə düşməndir? Sadə suallar verir. Məyər mənə düşməndir, məni şeytan üçün yaradıb. Kimsə məcbur eləyib Allahı, nəuzubillah, məni yaratsın. Məni sevmirsə niyə yaradıb?